Upuzun arka dırnaqlar etdirdim. Lamia xanım dedi ki, hər səfərində eyni standart dırnaqlar edirsən ki, mən də burada sizə göstərirəm. Buna görə də biraz dəyişiklik etmək istədik. Əslində fikir ustamdan çıxdı. Mən də razılaşdım. Çünki niyə də olmasın, fərqliyi sevən bir insanam. Burada dırnaqlarımın boyunu göstərəm ki, bu boyda qalacaq. Çayımı içəndən sonra keçirik geli qoymağa. Digər dırnaqlarım isə gel qoyulmadı, çünki ona arka ediləcək. Mən burada rəngi seçirəm. Bilirsiniz ki, açıq tonları daha çox üstünlük tutan bir insanam. Yay, qış fərqi yoxdur. Açıq tonlardan gedirəm. Burada çox gözəl zərlər, çox gözəl bəzəklər var idi. Bunları sizlə paylaşmaq istədim. Həqiqətən çox qəşəngdir və ustam hər dizaynı, hər bəzəyi rahatlıqla dırnaqda işləyə bilir. Çəhrayı rəng seçdiyimə görə bəzəkləri təbii ki də çəhrayı rəng seçdim. Burada meyvələr var idi. Onları yayda daha çox üstün tutaram deyə düşündüm. Və son olaraq görüntü belə idi. Başlamışıq artıq dizayna. Mən kəpənə detayını çox bəyənmişdim. Çünki kəpənələr çox sevirəm həqiqətən də. Burada tam hazır deyil. Çünki hələ dırnağımın digər hissəsi hazır deyildi deyənə. Artıq burada da pişik gözü işləməsi olur və dırnaqlarım hazırdır qızlar. Çox möhtəşəm oldu. İlk dəfədir ki uzun və arka dirdim. Necə oldu? Fikirlərinizi deyin mənə.